dizaynerin sözü var ki, moda elə bir oyundur, onunla ciddi oynamaq lazımdır. Maraqlıdır görəsən günümüzdə, hal-hazırki dövrdə moda necə inkişaf eləyir və bununla bağlı bizə maraqlı tövsiyələri, maraqlı məlumatları olacaq bir modelierlə görüşmüşük. Xəyalə Məsimova, sizi xoş gördük. Sizin müəllimləriniz xalq rəssamı Arif Əziz və məşhur modeliyer Fəxriyə Xələfovadır. Onlardan dərs almaq necə bir hissdir və biz öz geyim tərzimizi yaratmaq üçün nəydən başlamalıyıq? Bir insan öz tərzini yaradarkən öz həyat şəraitini və öz seçdiyi ixtisas olsun, sosial həyatda tutduğu mövqe olsun, bunların hər birini nəzərə alıb öz stilinə müəyyən baxış keçirilməlidir. Təbii ki, bəzən insanlar arasında stilist və dizayner olaraq geyim üzrə şəxs fərqli olur. Bəzi insanlar bunu qarışdırır. Stilist və geyim dizayneri ikisi fərqli mənalar kəsb edir. Məsələn, əgər biz geyimimizdə hər hansısa bir hazır geyimləri bir-birinə uyğunlaşdırmaq istəyiriksə, bu zaman stilistə müraciət edə bilərik. Əgər geyimlərin sıfırdan hazırlanması və onları şəxsi özəl dizayn edilməsini istəyiriksə, bu zaman dəb dizaynerinə, yəni geyim dizaynerinə müraciət edirik. O zaman Xəyalə xanıma müraciət eləyə bilərsiniz. Bəs bizə maraqlıdır ki, əgər mənim geyim mənə yaraşmırsa, mən dəblə uyğunlaşmıramsa, o zaman nə etməliyəm? O zaman stilistə müraciət etməliyəm. O zaman stilistə müraciət etməlisiniz. Stilist sizin geyiminizdə olan və sizin bədən proporsiyalarınıza, dəri rənginizə, saç rənginizə uyğun modelləri, rəng teoriyasında olan bir çox rəngləri çıxarır. Hansı ki, bu sizin dəri tonunuza uyğun olmalıdır, göz rənginizi ön plana çıxartmalıdır və s. Əgər siz sıfırdan hər kəsdən fərqlənəcək, bu sadəcə məndə olsun deyə biləcəyiniz bir geyim istəyirsinizsə, sözsüz ki, burada ilk müraciət edəcəyiniz geyim dizayneri olmalıdır. Geyim dizayneri bütün bu rəng tendensiyalarıdır, bütün bu kompozisiyalardır, hər birini bilir və sizə sıfırdan hər kəsdən fərqləndirəcək özəl bir geyim hazırlayır. Və siz öz praktikanızda bizə nə göstərə bilərsiniz? Hal-hazırda geyim dizaynlarında daha çox istifadə etdiyim və son kolleksiyam Malbəyli kolleksiyasından da olan geyimin, bəli, Malbəyli, bizim Qarabağ xalçamız var ki, hansı ki Malbəyli adlanır və onun üzərində olan dekorativ naxışlardan ilham olaraq hazırladığım parça, onun parçanın üzərinə naxışın tətbiqi və bu geyimdə hansı detallarla öz əksini tapırsa, bunu praktik olaraq sizə göstərmək istəyərdim. Malbəyli xalçasının üzərində olan əjdaha naxışlarıdır. Bizim Qarabağ bölgəmizdə xalçaların üzərində daha çox bu naxışlardan istifadə olunurdu. Bəzən suallar gəlir ki, yox, milli geyimlərdə olur daha çox Azərbaycan naxışları. Xeyr, elə deyil. Mən bunları modern geyimlərlə sintez halına salmışam ki, daha gənc nəsillər, daha müasir gənclər öz geyimlərində istifadə edə bilsinlər. Hətta bir faktı da vurğulaya bilərəm ki, bu gördüyünüz parça olsun, üzərində gördüyünüz naxışların hər biri sıfırdan hazırlamışam və sadəcə bizə məxsusdur, sadəcə mənə məxsusdur. Və bu naxışların hər biri digital platformada hazırlanıb. Nəzərə alanda ki, hal-hazırda rəqəmsal dünyada yaşayırıq, hər şey digitallaşıb və tamamilə texnologiyaya köçürülüb. Bunlar gördüyünüz hər biri təbii xalçanın öz elementlərindən ibarətdir. Hətta istəsək sizə kiçik faktorlar göstərə də bilər. Əlbəttə ki, hər şeydən məlumatı olan üçbucaq tamaşaçılarına və mənə çox maraqlıdır görmək istəyirik. Sizə rəqəmsal planşetimdə hazırladığım Qarabağ xalçasını və üzərindən çıxardığım naxışı göstərmək istəyirəm. Xalçamız yun xovludur, yun xalçadır və burada gördüyünüz detalların hər biri bir-bir çıxarılaraq geyim üzərinə tətbiq edirik. Bu isə xalçanın öz orijinal variantıdır. Bu isə gördüyünüz parça üzərinə köçürülmüş formasıdır. Hansı ki, bu ətəyində olan saçaqlar, bu saçaqların hər biri xalçamızın saçaqlarını təmsil edir. Xalçamız yundur, xovlu xalçalar sinifinə aiddir və bu detal da onu eyni zamanda milliləşdirir və ona bir hava qatır ki, hansı ki, ona xalça effektini versin. Mən şəxsən çox istəyərdim ki, mənim belə bir geyimim olsun. Çox bəyəndim. Bu gördüyünüz hal-hazırda geyimin işlənmə prosesidir. Tikilişi olsun, üzərində olan asimetrik kəsimlər olsun. Hər biri sıfırdan hazırlanır və şəxsə özü olaraq dizayn olunur. Bu isə gedişatdır. Hazır olduqda hər kəsə bir yerdə istəyərik.
əsas hissəyə gəldik, çatdıq. Maraqlı bir fakt axtarışındayıq. Bu sənətlə bağlı elə bir maraqlı fakt deyin ki, könül və ülvi mənə deyə bilməsinlər ki, mən bu faktı bilirdim. Bəzən düşünürlər ki, geyimlər, hazırladığımız eskizlər olsun, geyimlər olsun, hər biri nəticədə bir rəngi və bir parçanı əhatə etməlidir. Yəni bu fərqli parçalardan əlavə fərqli materiallardan ibarət ola bilər. Məsələn, salafan paketlər ola bilər, kartonlar ola bilər, hansı ki bu geyimlər hər biri bu materiallardan hazırlana bilər. Bu geyimlərin özü isə adi bir fərqli bir üsluba, yəni avangard üsluba dayanır. Düşünürəm ki, bunu bir çox izləyicilər bilmir, amma maraqlansalar çox maraqlı işlərlə tanış ola bilərlər. Fakt olaraq maraqlı faktdır. Nədənsə mənə belə gəlir ki, Ülvi deyəcək, mən bunu bilirdim. Amma bəs bu dediyiniz geyim formaları parça qədər rahatdırmı? Bəli, parça qədər rahatdır. Onların tikilişində sapdan yox, fərqli materialların birləşməsi ilə əmələ gəlir. Yəni ümumiyyətlə bu geyimlərdə sap və parçadan və iynədən istifadə olunur. Məncə amma bunu Ülvi bilmir. Təşəkkür edirəm sizə. Mən təşəkkür edirəm. Gözləyim, mən gəlirəm.